Zeynəb Dəyirməncioğlu haqqında məlumat. O, 1954-cü ildə İstanbulda anadan olmuşdur. Atası məşhur ssenarist Hambi Dəyirməncioğludur. O, hələ uşaq yaşlarından filmlərə çəkilməyə başlayır və çox sevilir. 1960-cı ildə Memduh Ünün rejissorluğu ilə çəkilən Ayşecik filmi ilə böyük uğur qazanıb. Bu rol ona Ayşecik ləqəbini gətirib və ondan sonra bir çox filmdə bu obrazı müxtəlif variantlarda canlandırıb. Filmləri Türkiyədə olduğu kimi qonşu ölkələrdə də məşhur olub, müxtəlif mükafatlar alıb. 1975-ci ildə Fenerbahçe futbolçusu olan Serkan Acarla evlənir və aktrisalığı buraxır. Bu evlilikdən Erkan adlı oğlu dünyaya gəlir. Çox təəssüflər olsun ki, 2013-cü ildə Serkan Acar vəfat edir və Zeynəb bu hadisədən sonra çox sarsılır və bir daha filmlərə çəkilməyəcəyini bildirib. Zeynəb Dəyirməncioğlu Türk kino tarixində uşaq ulduzluq dövrünün simvollarından biri kimi xatırlanır. Ayşecik filmləri hələ də nostalji ilə izlənilir və Yeşilçamın qızıl dövrünün bir parçasıdır.